1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paytaxtda daha bir sosial xidmət mərkəzi fəaliyyətə başlayıb. 18 yaşındakı əlilliyi müəyyən edilmiş şəxslər üçün nəzərdə tutulan mərkəzdə hər ay sosial işçi, psixoloq, logoped, sosial pedaqoq və uşaq inkişafı üzrə mütəxəssislər tərəfindən 80 uşağa reabilitasiya xidmətləri göstəriləcək. 3-11 yaş qrupundakı uşaqlar isə yeni ixtisaslaşmış mərkəzin xidmətlərindən yarım stasionar formada bəhrələnəcək. Burada uşaqlar üçün fərdi və qrup şəklində sosial reabilitasiya xidmətləri təşkil ediləcək, valideynlər təlimlərə cəlb olunacaq. Qeyd edək ki, daha əvvəl açılışı olan Abşeron və Sabunçu sosial xidmət mərkəzlərində bu kateqoriyadan olan 500-ə yaxın uşağa reabilitasiya xidmətləri göstərilir. Valideynlərin uşaqların inkişafı istiqamətində bacarıqlarının artırılması, həmçinin əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası sahəsində fəaliyyət göstərən agentliyin artıq 3-cü belə bir sosial xidmət mərkəzinin açılışını edirik. Uşaqlara xidmətlə yanaşı valideynlərə də sosial-psixoloji xidmətlər göstəriləcək. Bu gördüyünüz mərkəzdə lazım avadanlıqlarla və avadanlıqlarla təmin olunmuşdur. Efirimizin davamında isə əsas məsələ tok-şousunu həmkarım Tofiq Abbasovun təqdimatında izləyəcəksiniz. Nəzərdən qaçırmayın, növbəti buraxılışlarda görüşənədək.